Elə bir ki, mən bugün burada elan edirəm, misal üçün. Cümə xütbəsinə gəlmişsiniz, mən yox. Gəlir burada dayanır Peyğəmbər, məsələn deyirəm. Deyir ki, ay burada oturanlar, cəhənnəm yoxdur. Neynəsiniz, cəhənnəmə aparmayacaqlar siz. Onda yəqin çoxumuz duracaq, deyəcək, siz sağ, mən salamat. Ay bala, cənnətə falan, namaza görə falan şey verirlər. Deyir, yox, əzab yoxdursa, qoy gedək işimizi görək. Çoxumuz belə idi, gənclikdə, cavanlıq dövründə cavanların hərəkəti çox vaxt şövqlə olur. Gedir məsələn oyun oynamağa, orada qorxu yoxdur ki, gedir qolun həyəcanına, ləzzətə yaşayır uşaqlar. Yavaş-yavaş yaşad olur, sonra başlayır qorxu mühərrikə çevrilməyə. Məsələn, kasıblamaq qorxusundan işə gedir, xəstələnməmək üçün filan şey. Həmişə qorxu ona hərəkət elətdirir. Bu pis bir haldır insan üçün. Əl-ləzi xələqəl məvtə vəl-həyat liyəbluvakum əyyukum əhsənu əmələ. Allah ölüm və həyatı yaratdı ki, sizi imtihana çəksin, hansınız daha yaxşısınız, demir hansınız pissiz, hansınız yaxşı. Pis söhbətini eləmir. Yəni, yaxşılıqlar uğrunda müsabiqədir həyat. Allah istəyir müsabiqə mühiti yaratsın ki, bizdə şövq yaransın. Axı, yarışda şövq olur. Futbol yarışıdır, görsən, coşqu var, şövq var. Din mühiti belə coşqulu, şövqlü mühit olmalıdır. Yorğun mühit yox, passiv mühit yox, şövq mühiti.